Niye axı Çinlilərin saçları belə uzun və qalın olur? Bu videodakı o sirli möhtəşəm reseptdən sonra saçlarınız o qədər qalın və uzun olacaq ki, hər 2 həftədən bir saçlarınızı kəsici olacaqsınız. Həm də saç ağarması və saç kəpəklərinin də bir dəfəlik qarşısını alır. Ev üsulu, təbii və ucuz bir resepti. Mütləq qayd etmə düyməsini basın ki, itirməyəsiniz. Bu arada uzun müddətdə arıqlamaq, dümdüz qarına sahib olmaq istəyirsinizsə, amma iştahınız çoxdur və bunu ac qalmadan etmək istəyirsinizsə, mənim izləyicilərim kimi WhatsApp-a mənə arıqlama proqramı yazın, hər birinizə məlumat göndəriləcək. Bu resept üçün isə 1 ovuc mixək, 1 ovuc rozmarin və 1 ovuc da ən əsası gicitkəni qazanın içinə atırsınız, üstünə də 1 stəkan qaynar su. 1-2 saat saxlayın, həll olunana kimi. Sonra bunu süzürsünüz, bir spreyin içinə əlavə edin və hər gecə təmiz saçlarınızın dibinə tədbiq edin. Darın nəticəsi möhtəşəmdir. O qədər saçınız həm uzanacaq, həm dökülmənin qarşısını alacaq. Ona görə mütləq yoxlayın və zəhmət deyilsə bu videonu like edin və kanalıma abunə olun. Mənim səhifədə sizlərin sağlam, gözəl, cavan və gənc qalmağınız üçün bax belə faydalı videolardır.